Məclisimiz öz gözəlliyi ilə, gecəmiz öz gözəlliyi ilə, öz axarı ilə davam edir. Mən Muminin qrupunda Hikmət Cəfərini, Orxan Muhammədini bir daha səhnəyə dəvət edirəm. Və sizlər üçün, Hüseyn sevərlər üçün, Kərbəla sevərlər üçün gözəl bir nəğmə gəlir. Sözləri gənc şairimiz Fikrət Xocəsənlinin, musiqisi ilə bizim ilahi nəğmələr qrupuna aid olan Hüseyn deyərəm. Hər kəs ki Hüseyn tək olmaz aşiq, zövqi, ələmi, səfanı bilməz. Nuş eyləməyəm meyü bəlanı, keyfiyyəti Kərbəlanı bilməz. Keyfiyyəti Kərbəlanı bilməz. Derdimin dermanı Hüseyin, aşıkın cananı Hüseyin, Kerbela Sultanı Hüseyin, ya Ebi Abdillah. Oxuyum düş həvəsə, sən də səs ver bu səsə, aşıqəm mən o kəsə, ya Əbi Əbdil. Hüseyin, Hüseyin deyərəm, Hüseyin deyərəm, Hüseyin deyərəm, ya Ebi Abdillah. Hüseyin deyərəm, Hüseyin deyərəm, Hüseyin deyərəm, ya Ebi Abdillah. Eşkinde mən yanaram, yanaram, odlanaram, səni şahım sanaram, ya Ebi Abdillah. Ey güzeller güzeli, dini İslam temeli, sen Hüseyin İbni Ali, ya Ebi Abdillah. Hüseyin deyərəm, Hüseyin deyərəm, Hüseyin deyərəm, ya Ebi Abdillah. Hüseyin deyərəm, Hüseyin deyərəm, Hüseyin deyərəm, ya Ebi Abdillah. Derdimin dermanı Hüseyin, aşıkın cananı Hüseyin, Kerbela Sultanı Hüseyin, ya Ebi Abdillah. Oxuyum düş həvəsə, sən də səs ver bu səsə, aşıqəm mən o kəsə, ya Ebi Abdillah. Hüseyin deyərəm, Hüseyin deyərəm, Hüseyin deyərəm, ya Ebi Abdillah. Hüseyin deyərəm, Hüseyin deyərəm, Hüseyin deyərəm, ya Ebi Abdillah, ya Ebi Abdillah, ya Ebi Abdillah. Hüseyin. Allah razı olsun. Allah sizi də bizi də ağamız İmam Hüseyin Aleyhisselam'dan ayrı salmasın. Güzel bir
nəğmə gəlir, amma bu nəğmə gəlməzdən əvvəl mən o nəğmə haqqında bir neçə dəqiqə ustadlarımıza çox sağ ol deyirəm. Hacı Zülfüqar qardaşım, Hacı Cavid qardaşım, Seyid Cavid, çox sağ olun. Qızla bərabər olan vaxtımızı bura sərf elədi. Salamatlıqlarına ustadlarımıza sələvat zikr edəyik. Və inşallah qabaqcadan bir elanı nəzərimizə çatdırmağı özümüzə borc bilirik. Ola bilsin əlimiz, dilimiz yetişməyə. İyun ayının 7-sində Xanım Zəhra Salamullahi Əleyhanın adını daşıyan heyət gözəl bir tamaşa ilə yenə də sizlərin xidmətində. Təbii ki, inşallah şam namazından sonra 3 qrupun inşallah təşkil etdiyi Vəhdət Vilayət qrupu, Müminin qrupu və Kovsər İlahi Nəğmələr qrupunun Xanım Zeynəbin həyatı haqqında yeni bir tamaşa ilə bu kənd cəmaatının və qonaqlarımızın xidmətində olacaq. Fəqət bizləri dua edin. Bu işimizin uğurlu alınması üçün sizdən ucalı sələvat istəyirəm. Gözəl bir nəğmə gəlir. Gözəl bir nəğmə gəlir. Təbii ki, bugünkü proqrama mən onu salmamışdım, amma daim mən orada dayana bilmədim. O da Həzrət İmam Hüseyin Əleyhisselamın nazlı balası, 3 yaşlı körpə qızı, qəlblərimizin aramı, qəmmiz, qüssəmiz, can rüqəyyə, Fatimə timsali sən. Olsa da gəl 3 yaşın, çox alisən. Sen Əli-i Əkbərə bir bacısan, sen Əli-i Əsqərə baş tacısan. Sen Hüseynin Kərbəla meyracısan. Can Rüqəyyə, Fatimə timsalisən. Olsa da gəl 3 yaşın, çok alisən. Çok sağ olun. Bizim grubun adına geçen bir tortası bir bak. İnşallah çok sağ olun. Ey Rüqəyyə Kərbəla mərdanəsi, Əhl-i Beyt zəncirinin bir danəsi. Ey Rüqəyyə Kərbəla mərdanəsi, Əhl-i Beyt zəncirinin bir danəsi. Ey Hüseynin qəlbinin dürdanəsi, Ey Hüseynin qəlbinin dürdanəsi. Can Rüqəyyə Fatimə timsalisən. Olsa da gəl 3 yaşın, çox alisən. Can Rüqəyyə Fatimə timsalisən. Olsa da gəl 3 yaşın, çox alisən. Sen Əli-i Əsqərə bir bacısan, sen Əli-i Əkbərə baş tacısan. Sen Hüseynin Kərbəla meyracısan, sen Hüseynin Kərbəla meyracısan. Can Rüqəyyə Fatimə timsalisən. Olsa da gəl 3 yaşın, çox alisən. Can Rüqəyyə Fatimə timsalisən. Olsa da gəl 3 yaşın, çox alisən. Kərbəla səhrasının mehmanısan, Əhl-i Beytin sevgili cananısan. Kərbəla səhrasının mehmanısan, Əhl-i Beytin sevgili cananısan. Sen Əli aşiqlərinin şanısan, sen Əli aşiqlərinin şanısan. Can Rüqəyyə Fatimə timsalisən. Olsa da gəl 3 yaşın, çox alisən. Can Rüqəyyə Fatimə timsalisən. Olsa da gəl 3 yaşın, çox alisən.
olsa da gər 3 yaşın çox barisən. Can Rüqeyyə Fatimə timsalisən, olsa da gəl 3 yaşın çox barisən. Can Rüqeyyə Fatimə timsalisən, olsa da gər 3 yaşın çox barisən. Can Rüqeyyə Fatimə timsalisən, olsa da gəl 3 yaşın çox barisən. Çok sağ olun. Kurban olarım. Bu